Herkese salamlar. Bu günlər mən sizə Rusiya tarixinə aid olan bir sualın izahını verəcəm. Sualımız 9-cu sualdır. Vaxt itirmədən keçək sualımızın izahına. Deməli, sualda deyir ki, Rusiya tarixində imperiya dövrünə aid deyil. Biz ilk öncə onu xatırlamalıyıq ki, Rusiya nə vaxtdan imperiya olmuşdu? 1721-ci ildə Şimal müharibəsində qalib gəldikdən sonra Rusiya imperiya olur. İndi keçək variantlarımızın izahına. Deməli, bizə 1721-ci ildən sonra olan hadisələr lazımdır. A-da deyir ki, Krım xanlığının işğal edilməsi. Krım xanlığı nə vaxt işğal edilmişdi? 1783-cü ildə. Və imperiya dövrünə düşdüyünə görə A variantını çıxırıq. Niyə? Çünki bizdən dövrə aid olmayanı istəyir. B-də deyir ki, Yaponiya tərəfindən məğlub edilməsi. Bu müharibə Yaponiya-Rus-Yapon müharibəsi nə vaxtdır? 1904-1905-ci illər. Deməli, imperiya dövrünə düşdüyünə görə biz B variantında variantlarımızdan çıxırıq. C-də deyir ki, Krım müharibəsində məğlub olması. Krım müharibəsi 1853-1856-cı illəri əhatə etdiyinə görə Rusiyanın imperiya dövrünə düşür və biz C-ni də çıxırıq. Bizə aid olmayan variantı istəyir. İndi biz baxaq D variantına. D variantında deyir ki, Qazan xanlığının işğal edilməsi. Qazan xanlığı 1552-ci ildə işğal edilib. 1552-ci ildə işğal edilib və bizə nə lazımdır? 1721-ci ildən sonra olan hadisələr. Deməli, D variantı həmin dövrə düşmür. Yəni Rusiyanın imperiya dövrünə düşmür. Doğru cavabımız olacaq D variantı. E-də deyir ki, Burjua islahatlarının keçirilməsi. Burjua islahatları 19-cu əsrin ikinci yarısında keçirilib. Ona görə də imperiya dövrünə düşür və biz E variantında çıxırıq. Doğru cavabımız olur D variantı. Sağ olun.